Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugünkü videomuzda artist sertifikasiya, deməli, sınaq imtahanında coğrafiyanın kurikulum sualları, metodika suallarını müzakirə edəcəyik. Amma digər fənn müəllimləri də diqqətlə izləyib müəyyən yanaşma götürə bilərlər. İlk sualımız belədir ki, aşağıdakı situasiyalardan hansında interaktiv təlim prinsipləri pozulmuş hesab olunur? İlk öncə yadda saxlayırıq ki, interaktiv təlim qarşılıqlı fəaliyyətə, birgə fəaliyyətə deməli əsaslanan bir təlimdir və burada müəllim şagird, şagird qarşılıqlı fəaliyyəti öz əksini tapır. Bundan başqa bütün müasir proseslər, kurikulumda öz əksini tapan bütün müasir yenilikçi deməli proseslər məhz interaktiv təlimə aiddir. Ona görə də yenilikçi fikirləri, düzgün fikirləri interaktiv təlimə aid götürə bilərsiniz. A variantında deyir ki, şagirdlər birgə müzakirə edərək problemə müxtəlif yanaşmalar irəli sürürlər. Birgə müzakirə var, qarşılıqlı fəaliyyət var. Bu cavab doğrudur, bizdən pozulmuş istəyir. B variantında müəllim şagirdlərin fikirlərinə əsaslanaraq dərsi planlaşdırır. Düzdür, bu cümlə bizə elə gəlir ki, müəllim şagirdlərin dediyinə əsasən dərs planı yazır. Yox, söhbət bundan getmir. Sadəcə olaraq müəyyən bir mənada şagirdlərin maraq tələbatlarına uyğun dərsini planlaşdırır. Dərsin gedişatını yəni. C variantı. Şagirdlər yalnız müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə dinləyirlər. Biz onsuz da bilirik ki, yalnız, mütləq, ancaq sözləri olan cümlələrimiz biraz səhvə doğrudur. Ona görə də bu cümlələrdə biz diqqətlə onları araşdırırıq. Burada da ümumi olaraq biz görürük ki, müəllimin fəaliyyəti qabarır. Ona görə də bu testdə biz C variantını səhv götürəcəyik. Digər tərəfdə D variantında təlim prosesində qrup işi və fikir mübadiləsinə geniş yer verilir. Təbii ki, müasir deməli modelə aid bir prosesdir. Y variantında müəllim öyrənməni təşviq edən, yəni həvəsləndirən suallar vasitəsilə təfəkkürü stimullaşdırır. Bəli, bu da doğru cümlədir. Yenə qeyd edirəm müəllimlər, interaktiv təlim bütün müasir prosesləri özündə saxlayan, özündə göstərən bir prosesdir. Gələk ikinci sualımıza. İkinci sualda deyir ki, müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətləndirmə nəticələrinə əsasən sinifin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Müəllimin bu qərarını necə qiymətləndirmək olar? Müəllimlər, bu tip situasiyalarda mütləq şəkildə fikrinizdə canlandırma aparın. Yəni, o baş vermiş hadisəni fikrinizdə canlandırın. Təbii ki, biz situasiyanı oxuduq, gördük ki, burada bir mənfi hal var. Müəllim şagirdlərin summativ nəticələrini müzakirə etmir, onların zəifliklərinə fikir vermir. Və burada biz müəllimin fəaliyyətini, qərarını qiymətləndirməliyik. A variantında bu qərar doğrudur, doğru deyil, bunu götürmürük. B variantı, nəticələr zəif olsa da summativ qiymətləndirmə nəticələri yalnız rəsmi sənədləşdirmə üçün nəzərdə tutulduğuna görə müəllim qərarında haqlıdır. Siz bilirsiniz ki, qiymətləndirmə şagirdin təkcə bilik bacarığına yönəlmir, o həm də şagirdin inkişafına yönəlir. Ona görə bu da doğru bir fikir deyil. C variantında müəllimin qərarı yanlışdır. Çünki summativ qiymətləndirmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir. Baxın, görün nə gözəl cümlə qurur. Və bu zəif nəticələr əlavə dəstək və korreksiya tədbirlərini tələb edir. Təbii ki, əgər şagirdin müəyyən qiymətləndirmədə zəif nəticəsi varsa, bunun üçün əlavə dəstək lazımdır və bu proses daha da təkmilləşməlidir. Yenə digər variantları biz oxuyaq. Müəllimin yanaşması düzgündür. Xeyr, biz dedik ki, düzgün yanaşma yoxdur burada. Y variantı. Müəllimin qərarı haqlıdır, yenə də səhv götürürük. Deməli, müəllimlər, burada 3 variant bizim üçün daha rahat oldu. A, D, Y variantları. Yenə dediyim kimi, ümumi sizə yanaşma, belə deyək, məsləhət görürəm ki, siz birinci situasiyanı oxuyanda o situasiyanın mənfi yoxsa müsbət hal olduğunu qərarlaşdırıb bir kənarda saxlayın. Və siz gördünüz ki, burada mənfi bir hal var və burada müəllimin qərarı haqlı deyil. Ona görə də bizim 3 variantımız qeyri-şərtsiz, belə deyək, kənarlaşdırılır. Digər bir variantda isə biz görürük ki, yenə də B variantının sonunda da müəllim qərarında haqlıdır deyir və bu da kənarlaşır. C variantını seçirik. Yəni, bu qədər rahat müəllimlər. Gələk 3-cü sualımıza. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdırlar. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə
qarşı dayanıqlı olduğunu əsaslandırmalıdır. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Ümumi olaraq belə bir şey deyək ki, biz gördük ki, inteqrasiyalarda müəyyən problemlər yaşadıq. Biz öyrənirdik ki, əgər ki, layihə varsa, burada fənn-üstü inteqrasiya olmalıdır və fənn-üstü inteqrasiya olan yerdə də fənlərarası inteqrasiya olur. Demək, bu cür yanaşmada biz hələ bunu tam dəqiqləşdirəcəyik. Yəqin ki, bir izah verməyəcəklər və bunu fənlərarası inteqrasiya kimi də götürməyə davam edəcəklər. Müəllimlər, ona görə də buna bir belə deyək, yol tapmaq lazımdır. Siz fənn-üstü inteqrasiyanı o formada hələlik yadda saxlayın ki, fənn-üstü inteqrasiyada müəllim hər hansı bir dərsi keçsin və buna aid şagirdə bir tapşırıq versin. Necə bir tapşırıq? Məsələn, deyək ki, müəllim üfüqün cəhətlərini keçir, bu dərsi izah edir və şagirdə deyir ki, evinizin həyətində üfüqün cəhətlərini təyin et. Artıq bax bu, deməli, fənn-üstü inteqrasiya olsun. Amma bu formada hər hansı bir tapşırıqdırsa, bir xəyali situasiyadırsa, şagird bunu etməlidirsə, burada gördük ki, fənn-üstü götürmədilər və burada 3D modelləşdirmə falan, həm də informatika biliyi falan tələb edir. Fənlərarası inteqrasiya öz əksini tapacaq. Ona görə də burada fənlərarası inteqrasiya biz götürürük cavabı, amma yenə deyirəm, müəyyən bir forma dəqiqləşmə təbii ki, aparacağıq. Lakin yenə də yadda saxlayın, fənn-üstü inteqrasiyada müəllim dərsi keçir və keçdiyi dərsə uyğun şagirdə bir tapşırıq təqdim edir ki, bunu evdə hər hansı bir formada həyatında həyata keçirsin. Növbəti suala baxırıq. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri mövzusunda verilmiş 2 mütəxəssis fikrini oxuyun. Hər iki mütəxəssisin fikirlərini və onların dəstəkləyən arqumentləri ümumiləşdirin. Sizcə hansı mütəxəssis daha əsaslı və inandırıcı arqumentlərdən istifadə edib? Mütəxəssislərin fikirlərində hansı coğrafi məlumatlara və sübutlara əsaslanıb? Tapşırıq şagirddə Bloom taksonomiyasının hansı mərhələsini, təfəkkürün hansı növünü inkişaf etdirməyə xidmət edir? Əslində biz Bloom taksonomiyasını 3 sahəyə bölürdük, lakin burada ümumi formada soruşub. Mən düşünürəm ki, burada idrak taksonomiyasını söyləsəydi bizə daha məntiqli olardı. Deməli, müəllimlər, 2 mütəxəssisin fikri var və biz bunlardan daha əsaslısını, daha inandırıcı olanı, ümumiyyətlə daha yaxşısını, ən yaxşısını, daha əhəmiyyətlisini, daha xeyirlisini seçmək bizi təhlil mərhələsinə doğru aparır. Biz təhlili burada götürürük. Burada təhlillə bağlı 2 variantımız var. Deməli, təhlillə bağlı 2 variantımız var və təhlil və tənqid təfəkkür götürəcəyik. Çünki şagird burada bir təhlil apararaq daha yaxşı olanını seçib və burada bir belə deyək, həm də bir dəyərləndirmə aparıb, bir götür-qoy eləyib, daha əsaslısını seçmək, daha belə deyək, yaxşısını seçmək məhz tənqid təfəkkürlə bağlıdır. Ona görə də biz cavabımızı C variantı qəbul edəcəyik. 5-ci suala gələk. Siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayınan bir şagird müşahidə edirsiniz. Bu şagird son zamanlar tapşırıqlar da yerinə yetirmir, sakit və qapalı davranışları sinifdə diqqətdən yayınsa da, siz bu vəziyyətin davamlılığının onun inkişafına mənfi təsir edə biləcəyini düşünürsünüz. Bu vəziyyətdə necə davranmaq daha effektiv olar? Deməli, bir şagird var. Şagirdlərlə heç bir əməkdaşlıq etmir. Ümumiyyətlə, son zamanlar tapşırıqları da yerinə yetirmir, sakit və qapalı davranır və görək müəllim bu vəziyyətdə necə etsə doğru olar, effektiv olar. Şagirdə ciddi xəbərdarlıq etmək. Kobud cümlələrdən uzaq qaçırıq müəllimlər. Bir mənalı. Problemi məktəb rəhbərliyi və psixoloqa yönləndirirsiniz. Çünki bu vəziyyət sizin səlahiyyətinizdən kənardır. Bizim sinifimizdədir, biz bir müəllimik. Necə bir cümlədir bu? Doğru fikir deyil. C variantı. Digər şagirdlərə nümunə göstərərək müqayisə olmaz. Ümumiyyətlə, baş vermiş hadisəni, sinifdə baş vermiş hadisəni qabartmaq, misal çəkmək olmaz. Necə bir şeydir ki, şagirdin pozitivliyini biz sinifdə misal çəkirik, adını çəkərək. Bu doğru bir yanaşma deyil. Götürmürük. Şagirdlə fərdi söhbət apararaq davranışlarının səbəblərini anlamağa çalışmaq. Görün, necə gözəl bir cümlə qurur. Dəstəyə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək. Bax, bizim cavabımız B variantı olacaq. Yeni də oxuyaq.
Sinifdə iştirakını artırmaq üçün əlavə ev tapşırıqları verərək məsuliyyət hissini artırmağa çalışmaq. Ola bilər ki, şagird çox çalışacaq evdə, amma bizim görün nə qədər problemlərimiz var burada. Şagird ünsiyyəti bacarmır sinif yoldaşlarına. Bunlar hamısı həll olunmalıdır. Bu ev tapşırığı verməklə həll olacaq bir problem deyil. Bu da doğru cavab kimi götürülmür. Gələk 6-cı sualımıza. Müəllim iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunun tədrisi zamanı müşahidə edir ki, şagirdlər iqlim dəyişmələrinin səbəb və nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesə təsirini bir-birindən ayırmaqda çətinlik çəkir. Biz gördük ki, şagirdlər mövzunu anlamayıb, deməli, bunda çətinlik çəkirlər. Mövzunun daha yaxşı mənimsənilməsi üçün müəllimi dərs planı dəyişiklik edərək şagirdlərin fəal iştirakına əsaslanan yanaşma tətbiq etmək qərarına gəlir. Yəni, müəllim istəyir ki, yeni bir dərs planı dəyişiklik etsin və şagirdlərin fəal iştirakını təmin etsin. Aşağıdakı yanaşmalardan hansı tətbiq etmək şagirdlərin interaktiv yanaşmasına və mövzunun mahiyyətini öyrənməsini ən yaxşı şəkildə təmin edə bilər? Birincisi, bununla bağlı coğrafi bilik bacarıq lazımdır ki, iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunu hansı formada şagirdlərə mənimsətmək olar? Bundan başqa bizdən inteqrativ üsulla bunu etməyimizi istəyir. Burada da bir müasir yön axtaracağıq. A variantında müəllim hər bir şagirdə iqlim dəyişməsinin bir səbəbini və bir nəticəsini tapşırır. Onların bu iki anlayışı fərqləndirib sinif qarşısına təqdim etmələrini istəyir. Burada fəaliyyətdən kənar qalan şagirdlər ola bilər. Hər kəs bu fəaliyyəti etməyə bilər və ümumiyyətlə bu biraz fərdi formada, həm də uzun vaxta səbəb ola bilər. Lakin düzgün cavaba yaxın variantlardan biridir. B variantı. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsiri ilə bağlı real statistik məlumatlar təqdim edir. Şagirdlər bu məlumatlar arasında əlaqə qurmalı və təqdimat hazırlamalıdırlar. Bax, cavabımız bu olacaq. Çünki burada iqlim siyasəti həm də insan fəaliyyətidir. Bilirsiniz, iqlim siyasətini kim aparır? İnsan aparır. Bizə lazımdır ki, müəllimlər, bax, bu mövzu tam əhatə olunsun. Burada bax, məsələn, A variantında müəyyən bir çox səhvlik görmürük biz. Amma mövzu da tam əksini tapmalı, tam əhatə olunmalıdır. Həm də şagirdin inteqrativ fəallığı burada öz əksini tapmalıdır. C variantını oxuyaq. Müəllim şagirdlərə iqlim dəyişməsi ilə bağlı bir sənədli film izlədib, sonra onlardan filmdəki faktları xronoloji alçaq sadalamağı. Bu nəyisə sadalamaq ümumiyyətlə inteqrativ təlimə aid deyil və iqlim dəyişməsi ilə bağlı bir sənədli film izlətdim. Bu mümkün deyil ki, bir mövzunu tam olaraq əhatə eləsin. Bundan başqa müəllimlər sinifimizdə, bax yenə deyirəm, hər sualda sizə böyük məlumatlar verirəm. Sinifimizdə təkcə vizual öyrənməyən, yəni başqa öyrənmə tərzlərinə malik olan şagirdlər var. Bir tək film izlətməklə biz burada dərsi tam qavrada bilmərik şagirdlərə. Axı sinifdə fərqli öyrənmə tərzlərinə malik şagirdlər var. Sonra D variantına baxırıq. Müəllim dərslikdən parçanı oxuyur, sonra fərdi iş vərəqləri paylayaraq, ümumiyyətlə fərdi iş vərəqləri paylayır və qısa test cavabı yazmağı tapşırır. Burada iqlim dəyişməsinin insan fəaliyyətindən bağlı geniş bir nəticə ortaya qoyulmalıdır. Geniş bir araşdırma olmalıdır. Müasir bir araşdırma olmalıdır. Deməli, burada müəllim önə çıxır. Kurikulumda isə, metodikada isə müəllim bu qədər ön plana çıxmamalıdır. Şagird özü araşdırmalıdır. Müəyyən bir mənada özü işləməlidir. Ona görə bu variant da doğru olmur. Gəlirik Y variantına. Müəllim fərqli regionlara dair hava şəraiti qrafiklərini verir və şagirdlərin bu regionlarda iqlim dəyişməsinin olub-olmadığını qrafik əsaslanaraq müəyyən etmələrini tələb edir. Bizim ümumiyyətlə mövzumuz daha böyük qlobal problemlərləndir. Hər hansı bir regionla bağlı məsələ bu mövzunu geniş əhatə edə bilməz. Ona görə də burada Y variantımız da doğru olmayacaq. Yenə deyirəm, burada hər hansı bir fərqli regionu mən tam öyrənməklə söhbət ümumi iqlim dəyişmələrindən, iqlim dəyişmələrinə insan fəaliyyətinin təsirindən gedir. Ona görə Y variantı da doğru olmayacaq. 7-ci sual. Şagird səhralaşma və torpaq deqradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Hər hansı bir mətni oxudu şagird. Mənbədə səhralaşmanın səbəbləri, təsirləri və qarşısının alınması yolları göstərilir. Mətnə əsaslanaraq səhralaşma probleminin əsas səbəblərini, bax, təhlili gördük burada və vurduğu zərərləri müəyyən edin. Mətnə əsasən fikrinizin əsaslandırılması üçün ən azı 2 arqument göstərin. Tapşırıq şagirdə Bloom taksonomiyasının hansı mərhələsini təfəkkürün
hansı növünü inkişaf etdirməyə xidmət edəcək? Müəllimlər, burada biz oxuduq, gördük. Hər hansı bir mətn var. Burada səhralaşmanın səbəbləri, təsirləri, qarşısının alınma yolları var. Burada səhralaşma probleminin əsas səbəblərini mən araşdırmağa çalışıramsa, deməli bunu analiz edirəm, təhlil edirəm. Yəni əsas səbəbi nədir, onu araşdırmağa çalışıram. Səbəb çoxdur, amma əsas səbəb hansıdır? Bayaqki sualımızda vardı. Daha inandırıcı olanı, daha xeyirli olanı, daha əhəmiyyətli olanı, əsas olanı seçmək, ortaya qoya bilmək ümumi olaraq təhlil etmə mərhələsini deməli şagirddə formalaşdırır. 8-ci sualımızda məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərisiniz. Yenə də təsəvvür edirik bunu. Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara və musiqi effektlərinə yer verilməsini təklif edir. Siz isə təqdimatın faktlara, statistikaya və real nümunələrə əsaslanmasının daha inandırıcı olacağını düşünürsünüz. Komanda üzvünüz təklifində israrlıdır. Belə bir vəziyyətdə əməkdaşlıq və effektiv ünsiyyət bacarığının ən yüksək səviyyədə nümayiş etdirən davranış hansı olar? Yenə də müəllimlər, dediyim kimi, baxın bu əsas yanaşmadır ki, siz verilmiş situasiyanı təsəvvür edirsiniz, fikrinizi canlandırırsınız. Hər hansı bir təqdimat layihəsi var, komanda yoldaşımızın deməli verdiyi təklif uyğun deyil və mən bunu bilirəm. Lakin bunu elə bir formada eləməliyəm ki, əməkdaşlıq bacarıqlarına, ünsiyyət bacarıqlarına ziyan gəlməsin. Baxaq, onun təklifini rədd edir və təqdimatı öz fikrinə uyğun hazırlayıram. Axı rəhbər mənəm. Kobud fikirləri biz birmənalı səhv götürməyə, deməli, səhv götürürük. Kobud fikirləri biz qəbul etmirik. B variantı. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışıram. Təqdimatın müxtəlif hissələrində fərqli üslublardan istifadəni təklif edirəm. Deməli, B variantında dayanırıq. Onun fikri mənimkindən zəif olduğu üçün müqayisə etdimsə artıq yanlışdır müəllimlər. Baxın, komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağa təşviq edirəm. Nə dərəcədə bir düzgün bir yanaşmadır? Siz də bir müəllim olaraq təbii ki, burada səhvlik olduğunu görəcəksiniz. D variantı. Onunla razılaşır, təqdimatı onun dediyi kimi hazırlayıram, qalmaqal istəmirəm. Qalmaqal olmasın deyə, tamam, qalmaqal olmayacaq heç bir. Amma qalmaqal olmasın deyə, kiminsə dediyi olsun deyə hər hansı bir prosesi səhv istiqamətdə aparmaq, effektsiz istiqamətdə aparmaq nə dərəcədə doğrudur müəllimlər? Təbii ki, bu da yanlış fikirdir. Məsələni müəllimə çatdırıram ki, düzgün yolu o seçsin və məsuliyyət mənlik olmasın. Biz müasir kurikulumda qərar qəbul etmənin məsuliyyətini öyrənirik. Rəhbər olaraq, komandanın rəhbəri olaraq müəyyən bir formada təşəbbüsü ələ almaq, inandırıcı olmaq, empatiya nümayiş etdirmək. Əgər bunu müəllimin üstünə atacamsa və məsuliyyətdən qaçacamsa, komanda niyə var? Rəhbər niyə var? Lider niyə var? Ona görə də Y variantı da doğru cavab deyil. Ən uyğun variantımız B variantıdır ki, müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışıram. Yəni, çalışıram ki, yoldaşımın yanaşmasında müəyyən fikirlərdən istifadə edeyim və doğru bir, deməli, nəticəyə gəlim. B variantımız doğru variantdır. Sonra gəlirik 9-cu sualımıza. Aşağıdakı fikirlərdən hansılar pedaqoji baxımdan doğrudur? Doğru fikirləri axtaracağıq. Birinci fikir. Müəllimin dərsə əvvəlcədən hazırladığı açıq suallar şagirdlərdə təlim zamanı yeni sualların yaranmasına səbəb olursa, bu dərsdə öyrənmə prosesi baş verir. Müəllimlər, ümumiyyətlə, əgər bir şagird dərsdə sual verirsə, sual yaranırsa, deməli orada öyrənmə baş verir. Deməli orada onu düşündürən, onu sual verməyə vadar edən hər hansı bir proses olub. Bundan başqa təbii ki, müəllim suallarını qabaqcadan hazırlamalıdır ki, dərs prosesi effektiv alınsın. Birimiz doğru. Fikirlərimi müəllimlər diqqətlə yadda saxlayın. Bu təkcə bu suallar üçün yox. Digər, hətta sertifikasiya imtahanlarının sualları üçün də keçərli fikirlərdir. Tam keçərli fikirlərdir. İkinci, bütün şagirdlərin eyni tapşırığı eyni vaxtda və eyni üsulla. Bilirsiniz ki, müəllimlər, olmaz. Eyni üsul, eyni vaxt, eyni tapşırıq. Şagirdlər fərqlidirlər, gücləri fərqlidir, maraqları fərqlidir. 3-ə baxırıq. Əgər şagirdin cavabı düzgün olmasa da, onun
düşünmə prosesi müəllim tərəfindən nəzərə alınmalı və qiymətləndirilməlidir. Biz deyirik ki, müsbət rəy verməkdə müəllim heç zaman xəsislik etməməlidir müəllimlər. Ümumi olaraq şagirdi həvəsdən salmaq, onu sındırmaq olmaz. Ola bilsin ki, bir şagird zəifdir, səhv edib. Bu demək deyil ki, o dünyanın sonudur, biz onu ancaq danlamalıyıq. Onun ümumi iştirakını, fəaliyyətini biz qiymətləndirməliyik. Effektiv rəydə də belə bir cümləmiz vardı bizim. Ən çalışmayan şagird üçün də deyirdi ki, və yaxud da səhv yazan şagird üçün də müsbət fikirlə başlayırdıq. Deyirdi ki, dərsdə çalışmağını yüksək qiymətləndirirəm. Ondan sonra şagirdin səhvlərini konkret vurğulayaraq həmən səhvləri düzəltməyə şagirdə yol göstərirdik. Ona görə də üçüncü fikrimiz də doğrudur. Bəli, şagird nəyi düzgün etməsə də onun çalışqanlığını, prosesdəki iştirakını qiymətləndirmək lazımdır. Gəlirik 4-ə. Yalnız test nəticələri ilə, baxın, yenə deyirəm, yalnız, mütləq, ancaq bunu etməlisən fikirlərində diqqətli oluruq. Böyük ehtimal bu fikirlər səhv olur. Burada da ümumi olaraq fikir verin. Deyir ki, yalnız test nəticələri ilə şagirdin idraki inkişafını və təfəkkür bacarığını müəyyən etmək mümkündür. Burada biraz deməli sözlərdə səhvə yol veriblər. Müəyyən etmək mümkündür olmalı idi fikir. Baxın, yalnız test nəticələri ilə şagirdin inkişafını, təfəkkürünü necə yoxlamaq olar? Şagirdlərə açıq suallar vermək, problemli suallar vermək, maraqlı suallar vermək, o qədər gözəl metodlar var ki, test üsulu, yəni yalnız test üsulu ilə şagirdlərin təfəkkürünü inkişaf etdirmək lazım deyil. Səhv fikirdir. Deməli, 5-ci fikri oxuyuruq. Müəllim dərsdə məntiqi səhvlərə imkan verirsə və bu səhvləri birlikdə müzakirə edirsə, şagirdlərə daha dərindən öyrənmə baş verə bilər. Biz deyirik ki, müəllim robot deyil. Müəllim səhv edə bilər və bu şagirdləri onu aşılayır ki, öyrənmənin zamanı və vaxtı yoxdur, yaşı yoxdur. Öyrənmə limitsizdir. Və müəllim müəyyən bir səhvi sinifdə müzakirə edirsə, təbii ki, bu həqiqətən də öyrənmənin dərindən baş verməsinə səbəb olacaq. Bizim cavabımız olur müəllimlər 1, 3, 5. Sonra gəlirik digər fikrə, daha doğrusu suala. Siz 8-ci sinifdə iqlim qurşaqları və onların təsiri mövzusunu tədris edirsiniz. Dərs zamanı şagirdlərdən biri soruşur. Müəllim, bəs niyə bəzi ölkələrdə eyni anda həm quraqlıq, həm də daşqınlar baş verir? Bu necə baş verir? Siz bu sualdan istifadə edərək, yəni bir müəllim bu sualdan istifadə edərək, dərsi daha maraqlı və şagirdlərin düşünməsini təşviq edən şəkildə davam etdirirsiniz. Aşağıdakı yanaşmada hansı sizin metodiki bacarığınızı daha dolğun nümayiş etdirir? Deməli, 8 sinifdə olan bir mövzudur. Mövzuda keçəndən sonra şagirddə bir sual yaranır və belə bir maraqlı sual verir ki, niyə bəzi ölkələrdə eyni anda həm bəzi ərazisində quraqlıq var, məsələn, bizdə Qobustanı götürək, bəzi ərazisində isə daşqınlar baş verir, deyək götürək biz Böyük Qafqazın cənub yamacını müəllimlər. Yəni görürsünüz, müəyyən bir kiçik ölkəmizdə müəyyən fərqlər deməli hökm sürür. Və biz bu sual üzərində dərsi daha belə deyək, düşünülən, daha effektiv, maraqlı qurmalıyıq. İndi fikirlərə baxırıq. Qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında qısa təqdimat hazırlayıb izah edərək sualı cavablandırmaq. Tamam, əla. Yox, ümumiyyətlə burada bununla bağlı məsələ yoxdur. Yəni qlobal istiləşmə ilə bağlı məsələ yoxdur müəllimlər. Ona görə də birinci fikrimiz doğru deyil. Baxın, düzdür, yaxşı bir şey ola bilər, lakin mövzumuz bununla bağlı deyil. Bu sual əhatə etmir. Ona görə də bax, qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında yəni bir təqdimata ehtiyac yoxdur. Şagirdləri qruplara bölüb fərqli iqlim zonlarına dair araşdırma etmələrini tapşırmaq və nəticədə hansı bölgələrdə belə hallar müşahidə olunduğunu təhlil etdirmək. Coğrafiya müəllimləri özləri biləcəklər ki, bu effektiv bir haldır. Ümumi olaraq həm də kurikulum metodu ilə belə deyək, düzgün aparılmış bir prosesdir ki, biz şagirdlərin fəal olmalarına, aktiv olmalarına şərait yaradırıq. Üçüncü fikir, şagirdlərə bu suala öz cavablarını yazılı şəkildə yazmalarını və ev tapşırığı kimi təqdim etmələrini demək. Baxın, yenə də bir izah verirəm. Mahiyyət iqlimlə bağlı bir şeydir. İqlim qurşaqları və onun təsiridir. Bununla bağlı bir şeydir. Sinifdə fərqli öyrənmə tərzinə malik şagirdlər var, yenə deyirəm. Sırf bütün sinifə nəyisə yazılı şəkildə yazmasını istəmək doğru deyil müəllimlər.
Şagirdin marağı, istəyi, tələbatı nəzərə alınmalıdır. Bir də şagird var ki, o vizuallığı xoşdur. Ona biz azadlıq verməliyik. Əsas olan mövzunu öyrənməkdir. Mütləq deyil ki, yazsın, gətirsin. Suallarda, cavablarda görsəz ki, müəllim şagirdlərə ancaq bir şey yazmağı tapşırırsa, ancaq dərsi onlara film izlətməklə keçirsə, bax bu doğru bir şey deyil qətiyyən. Çünki sinifdə müxtəlif öyrənmə tərzinə malik şagirdlər olur. Ona görə üçü də doğru biz götürmədik. Sonra gəlirik 4-cü fikrə. Sualları dərhal özünü cavablandırıb dərsin planlaşdırılmış gedişinə davam etmək. Sanki bax, bu cümləni oxudum, sanki tez şagirdin sualına cavab verib, yəni mənə maraqlı deyil, o anladı, anlamadı. Mən onun sualına cavab verim, cavab vermiş olum, burada bir havası var. Ona görə də biz 4-cü fikri qətiyyən doğru götürə bilmərik. Yəni burada şagirdi işləməyə sövq etmək lazımdır. Burada maraqlı bir şagirdin yadında qalması üçün hər hansı bir proses həyata keçirtmək lazım idi. 5-i oxuyuruq. Şagirdlərə real baş vermiş iqlim hadisələri ilə bağlı xəbərləri təqdim etmək və müzakirə apararaq onların səbəblərini birgə araşdırmaq interaktiv təlim əsaslanan bir modeldir və təbii ki, görürük ki, burada həm müasir bir hal var, həm də söhbət iqlim hadisələri ilə bağlıdır və bizim mövzumuz da bununla bağlıdır. Ona görə də 5 də doğru fikirdir. Cavabımız deməli 2, 5 götürəcəyik.